Mən avtomobil Toyota Corolla 2024-cü ildir. İstisalı. Rolava kolonkasında problem var. Çoxu sual verir. Yəni bu Çin istisalı ilə Yaponiya fərqlidirmi? Ya fərqləri nədədir? Haqqda da bir gün video çəkəcəm, paylaşacağım. Çox rəylər yazırlar, çox suallar verirlər. Yəni o videonu YouTube üçün hazırlamışam. YouTube'da baxarsınız. Eşitdiniz dəqiq hissəsi. Toyota Corolla 2024-cü il. Rolava kolonkada lüftü da var. Boşluğu göstərək. Həmçində yağsızdıq. Sökülüb yığılacaq, düzələcək, yağlanacaq, qoyulacaq üstünə, olacaq zavod kimi.